İndi isə gəlin AUS servisinə davam eləyək. Biz bu gün demək OTP servisi yazacağıq, bir də AUS servisi yazacağıq. OTP göndərmək üçün mən demişdim ki, Twilio API-dən istifadə edəcəyik. Twilio API bizə pulsuz $10-dır səhv eləmirəmsə, yoxsa $11-dır kredit verir. Onunla işlədə bilərsiniz Twilionu. Bunun üçün Twilionun konsoluna girəcəyik. Demək yazıram Twilio konsol internetə. Konsol dashboarda giririk. Dashboarda girəndə burada login oluruq. Burada password yazırıq. Password yazanda bizim qarşımıza belə bir dənə konsol səhifəsi açılır. Siz registrasiyadan keçməmisinizsə yoldaşlar, registrasiyadan keçməlisiniz mütləq şəkildə. Registrasiyadan keçəndən sonra e-mailinizə təsdiq kod gələcək. O təsdiq kodu qeyd edirsiniz. Bir də ondan sonra sizdən telefon nömrənizi istəyəcək. Özü elə telefon nömrənizi yazırsınız. Yəni işlənən aktiv bir telefon nömrəsi olmalıdır. Onu yazırsınız və bu sayədə belə konsola daxil ola bilərsiniz. Konsola daxil olanda trial olaraq məndə hal-hazırda $10 qalıb, amma mən bir $2, buradan $1 falan xərcləmişəm təqribən. İndi buradan biz deməli neyləyəcəyik? Twilio-da bizdə bir neçə dənə şey lazımdır ki, biz deməli OTP-ni filan göndərə bilək. Bunun üçün API key filan lazımdır bizə. API key hardan götürəcəyik? Demək, buradan aşağıdan gəlsək aşağıya ana səhifədə. Burada account SID var, bir də AUS token var yoldaşlar. Bunu kopyalayasınız. Lokalınızda bunu test eləmək üçün lokalınıza elə application YAML-la bunu göndərə bilərsiniz. Bir də burada My Twilio number var yoldaşlar. My Twilio number-ı sizə özü verir. Yəni siz bunu dəyişə bilmirsiniz. Bu göndərən SMS hansı telefondan göndərilirsə onun telefon nömrəsi. Yəni bu nömrədən göndəriləcək. Bu belə. Ondan sonra amma belə burada bir də şey deyim. Tələbi olaraq məsələn tələbə e-mailiniz falan varsa $100 belə kredit götürə bilirsiniz buradan. Yəni $100 sizə pulsuz verəcək istifadə üçün. Yəni bizə account SID ilə account token bəs eləyir. Bir də Twilio phone number. Bu bizə kifayətdir ki, biz Twilio API-ni qoşaq. Demək indi neyləyəcəm? Gəlirəm koda. Kodda deməli biz axırıncı dəfə SMS servis, GVT servis və custom user detail servis yazmışdıq. İndi nə yazacağıq yoldaşlar? İndi OTP servis yazacağıq. Demək bunun üçün nə edirəm? Servisdən gəlirəm OTP servisə. OTP servisdə service required args bir də SL4-cu atıram log üçün. Private static final string. OTP-in prefiksi nə olacaq? OTP-in prefiksi olsun elə OTP olsun belə. Ondan sonra private static final-la şey verəcəyik, TTL verəcəyik ki, OTP nə qədər qalsın Redis-də. Onun üçün duration OTP TTL deyirəm. Bərabərdir duration of minutes 5 dəqiqə. Sonra private static final int OTP-nin length-ini verirəm. OTP length 6 olsun. Ondan sonra bəzi injectlərimi eləyəcəm. Birincisi Redis template-dir. String Redis template. Redis template. Daha sonra SMS servisdir. Daha sonra bir də neyləyəcəm yoldaşlar? Random klassının obyektini yaradacam. Prosta bu random klassı yox, secure random yaradacam. Secure random klassı. Java security-dən gəlir. New secure random. Mən deyəcəm harada istifadə edirik. Özünüz görəsiniz. Birinci nə edirəm yoldaşlar? Bir dənə private metod yaradacam. Hansı ki, həmin private metod OTP generate eləmək üçün istifadə olunacaq. Deyirəm private string generate OTP. Deyirəm int OTP bərabərdir. Yuxarıda yaratdığım bu secure randomla bir dənə random şey yaradıram. Ədəd yaradacam. Deyirəm int-ə kast edirəm bunu. Mask qüvvəti length OTP-nin length-ə qədər olsun. Sonra da format edirəm. Stringin format metodunu çağırıram. Faiz 0-la OTP-nin length-ini verirəm. Bura faiz ehtiyac yoxdur.
D yazıram. OK. OTP-ni verirəm bura. Bu format eləyəcək. Və daha sonra nə edirəm? Daha sonra send OTP metodunu yazacağam. Send OTP deyirəm. String phone number. String OTP-ni götürmək üçün aşağıdakı bu generate OTP metodunu çağırıram. Sonra Redis'də key nə olacaq? Onun üçün deyirəm OTP-nin prefiksi plus telefon nömrəsi olacaq. Daha sonra nə edirəm? Redis template-dan OPS for value set eləyirəm. Set eləyirəm key-yə OTP kod və əlavə TTL-mi verirəm ki, 5 dəqiqə olacaq. Daha sonra nə edirəm? SMS göndərmək üçün mesajımı təyin edirəm. Deyirəm string message bərabərdir. Elə string formatla belə. Burada da format əməliyyatı eləyəcəm. Məsələn, deyə proyektimizin adını deyək. Bu platform sizin OTP kodunuz bir dənə belə bir şey deyək. 5 dəqiqə etibarlıdır. Belə bir şey. Və kodu göndərirəm bura. Və nə edirəm? SMS servisinin içində biz keçən dərsə send SMS metodu yazmışdıq. Telefon nömrəsində mesaj göndərir və mənə bir dənə boolean dəyər qaytarırdı. Boolean send. Deyirəm, əgər göndərilmədisə, neynəsin? Bir dənə log mesaj versin. Məsələn, SMS could not be sent to telefon nömrəsi. Məsələn, OTP is still stored in Redis for testing. Telefon nömrəsini də verək. Gəlsin, düşsün bura. Və bu belə əks halda nə edəcək? Əks halda deyəcək ki, log info OTP generated for phone number. Burada bir dənə discomfort var. Burada send oluna bilməyəndə bu log icra olunacaq, düzdür. Amma həmçinin bu log da icra olunacaq. Biz eləməliyik ki, ikisindən biri işləsin. Göndərilsə bu işləsin, göndərilməsə demək bu işləsin. Bundan sonra bir dənə return yazıb çıxa bilərəm. Və yaxud bunu else-də belə yaza bilərəm. Belə eləyə bilərəm. Amma mən else yazmayacağam. Elə birbaşa return komandasından belə istifadə edəcəm ki, koddan çıxsın. Ondan sonra nə edəcəm? Bu OTP göndərmək üçündür. Bir də OTP-ni verify eləyən metod olmalıdır. Deyirəm public boolean verify OTP. Bura telefon nömrəsi gələcək parametrinə. Ondan sonra bir dənə də kod gələcək, OTP-nin kodu. Nə edirəm? Deyirəm ki, key OTP prefixinə phone number birləşdir. Redis template-lə get elə key-yə görə. Bunun tərs məntiqini yazaq. Deyirik ki, null deyilsə, yəni tapıldısa, null deyilsə və tapıldısa plus bərabərdirsə, parametrdən gələn koda bərabərsə, o deməkdir düzdür. Deyirəm, Redis template-dən delete eləyəcəm key-i. Mənə lazım deyil. Bir də loglayacam ki, log info məsələn OTP verified successfully for phone telefon nömrəsi və return edirəm true. Yox, əks halda nə olacaq? Əks halda olacaq log warn OTP verification failed for phone. Bu ehtiyac yoxdur. Telefon nömrəsini göndərir. Və return edirəm nə? False. OTP servisdə belə prinsip budur. Yəni başqa bir şey yoxdur. Sadə bir dənə OTP məntiqidir. Demək olar ki, çox yerdə belə olur. İndi bir dənə bizdə nə qaldı yoldaşlar? Bizdə bir dənə aus servis qalıbdır. Hansı ki, bizim core aus logikimiz burada gedəcək. Bunun üçün bir dənə aus servis yaradıram. Deyirəm ki, aus servis. Bir dənə servis atıram. Required args atıram. SL4C atıram. Deyirəm, inject edirəm bura user repository-ni. Password encoderi. GVT servisi. Yadınızdasa GVT servisi yazmışdıq. Ondan sonra Authentication Manager edirəm bura. OTP servis edirəm. Rabbit template edirəm. Qaynı oradan gəlir. Belə.
Və neynirəm? Register API-ni yazacağam birinci, hansı ki mənə AUS response qaytarır. Bunun response modeli biz düzəltmişdik. Register request-də nə alacaq? Register request alacaq. Request. Birinci neynirəm? Deyirəm ki, repository-dən exist by username deyirəm. Database-də varsa onsuz da neynəməliyəm? Throw new bir dənə exception yarada bilərik burada və yaxud Java-nın öz core JDK-dan gələn exception-ını throw eləyə bilərik. Bu mən simple saxlayacağam yoldaşlar. Exception təzə yaratmayacağam. Amma sizə məsləhətim odur ki və məcburiyyətdir ki, custom exception yaradasınız. Mütləq şəkildə çalışın ki, custom exceptionlardan istifadə edin. Maksimum çalışın ki, Java-nın core exception klasslarından qaçın. Runtime exception olsun, illegal argument exception olsun və s. Mən burada illegal argument exception-dan istifadə edəcəm. Deyirəm ki, username already exists. Daha sonra başqa bir çekim olacaq. If user repository exist by email request.get email. Burada da yenə o email already exist. Burada əslində bir dənə metoda çıxartmaq olar yoldaşlar və yaxud use case-ə, klassa çıxartmaq olar ki, validate eləsin request-i. Belə bir şey də eləmək olar. Amma dediyim kimi burada mənim məqsədim hər hansısa design pattern-i izah eləmək deyil. Burada end-to-end mikroservis arxitekturası, infrastruktur tərəfdə sıfırdan deployment-ə qədər proses necə gedir? Backend tərəfdən biz nə etməliyik? Deployment necə gedir? CI/CD pipeline necə işləyir? Məqsəd onu göstərməkdir. Biz burada design pattern azad edərsək, axşama kimi işimiz var. Ondan sonra başqa bir dənə çekim olacaq. Exist by phone number. Deyirəm ki, telefon nömrəsini göndərirəm. Burada da bir dənə phone number already exist yazdım. Yox, bütün bu çeklərdən keçsə, deyirəm user, hansı user? Mənim öz userim. Burada çoxlu userlər var. User bərabərdir user.builder. Bu səhv useri elədi. İndi gəl tap ki, bizim user hansı hardadır. Biz adını user qoymamışdıq. User entity qoymuşuq səhv. Sorry, user entity .builder. Mən nə etməliyəm? Username set edirəm. Username request-dən gələn username-i götürürəm. Get username. E-mail-i götürürəm. Request-dən gələn get email. Password edirəm. Password-ı nə edəcəm? Birbaşa saxlamayacağam. Password encoderlə encode edib saxlayacağam. Request-in içindən get password. Phone number-ı götürürəm. Request phone number. Full name-i götürürəm. Request full name. Və nə edirəm? Build edirəm. Başqa məncə nəsə dəyişən qalmadı. Okay. Və nə edirəm? Deyirəm ki, repository save user entity. Nə edirəm yoldaş? Database-ə save eləyəndən sonra OTP servisi çağırıram. Send OTP. Userin içindən user entity-dən yox, hətta yəni request. Request.get phone number. Bu nömrəyə OTP göndərək. OTP göndərəndən sonra nə edək yoldaşlar? Rabbit-ə mesaj göndərək ki, user register oldu. Bunun üçün Rabbit template convert and send var. Bunu da bir helper-a çıxarda bilərik yoldaşlar və yaxud queue package-in içində dediyim kimi hansı ki dinamik olaraq queue göndərirsiniz və object göndərirsiniz. Göndərdiyiniz queue-ya və object əsasən həmin queue-ya mesaj toplayır. Amma burada bu yenə yazacağam. Convert and send. Deməli, hara göndərəcəm? Birinci exchange verməliyəm. Biz bunu Rabbit config-in içində vermişdik. Rabbit config, haradadır klassımız? Burada. Rabbit config-in içində exchange deyə bir şey var. User exchange verirəm. Routing key verirəm. Routing key. Ondan sonra nə edirəm yoldaşlar? Mesajımı göndərirəm. Yenə burada klass yarada bilərsiniz. Amma mən HashMap-la verəcəm birbaşa olaraq. Map of. Mənə sonra qınamayın ki, heç bir best practice şey eləmirsən. User ID-yə nə göndərirəm? User-in içindən get ID edirəm.
Username-ə demək göndərirəm. Userin get username-i. E-mail-ə də göndərirəm. AI maraqlı keçmiş köməyi göstərir. Vaxtımız gedir ona görə. Və belə datamı yollayıram yoldaşlar və ondan sonra nə edirəm? Deyirəm log info user register. Nə edirəm? Response aus response builder build. Message-ə nəyi set edirəm? Məsələn, user successfully please check, nə bilim, email yox. Please verify your phone number with OTP. Username isə nəyi set edirəm? User entity-sindən get username. Okay. Və bunu return edirəm yoldaşlar. Belə. Yəni bu register API-dir. Ondan sonra bizim login API-miz olmalıdır yoldaşlar. Onun üçün deyəcəm ki, bir də bunun başına transaction olmalıdır. Yəni transaction yaddan çıxır. Yaxşı ki, vaxtında yadımıza düşdü. Bunu da başına indidən yazaq transaction. Bu da also response return eləyəcək. Login API-dir. Məsələn, login-də transaction-la ehtiyac yoxdur. Mənasız. Deyirəm login request. Nə edirəm yoldaşlar? Authentication Manager-dan authenticate metodunu çağırıram. New user password authentication token deyirəm. Request-dən gələn get username-i göndərirəm. Request-dən gələn get password-ı göndərirəm. Bura authentication obyekti qaytarır mənə. Authentication obyekti qaytarır bu mənə. Sorry. Deyirəm niyə error verir. Və access refresh tokeni yoldaşlar həmin bu authentication obyektinə görə manage eləyəcəm. Generate eləyəcəm. Deyirəm ki, string access token, GVT service access tokeni göndərirəm authentication obyektini. Bir də refresh tokeni də həmçinin string refresh token buna görə generate və deyirəm log info user logged in və nə edirəm? Also response return edirəm. Access tokenə bunu göndərirəm. Refresh tokenə yuxarıdakını göndərirəm. Token type-a mirror göndərirəm. Expires ini nə edirəm? Biz yadınızdasa metod yazılır. Burada bunun getter var idi. Bu gedir hazır götürüldü metodu. Bunun expiration millisaniyə ilə. Bu millisaniyə deyə 1000-ə bölürəm ki, saniyə ilə bizə versin. Yəni edirəm username-i götürürəm və bunu build edirəm. Bu da bizim login API-mizdir. Ondan sonra nə edirəm? Transaction yazıram. Bizdə OTP-ni verify edən metod olmalı idi. OTP-ni verify edən və token generate edən. Onun üçün bir dənə metod yazıram. Deyirəm verify OTP and generate token. OTP verify request klassı yazmışdıq, səhv eləmirəmsə, bəli. Bunun üçün nə edirəm? OTP servisinin içində bayaq biz verify OTP deyən metod yazdıq, hansı ki, bura telefon nömrəsi göndərirdi, bir də kodu göndərirdi, get code. Bu mənə bir dənə boolean dəyər qaytarırdı, boolean verified. Deyirəm ki, if verified deyilsə, burada yenə custom exception yaratmazdı, amma mən şey deyirəm, core exception atıram, invalid or expired OTP. Daha sonra nə edirəm? User repository içərisindən find by telefon nömrəsinə görə axtarış edirəm. Request-dən gələn telefon nömrəsinə görə. Bu mənə user obyekti qaytaracaq, entity-mi qaytaracaq. Əks halda tapmasa nə etməliyəm? Exception throw etməliyəm. New not found exception normalda məsələn custom exception olmalıdır, amma yəni illegal argument atıram. Və tapandan sonra nə edirəm? Userin set phone verified set is verified. Hardadır o phone? Dəyişənin adını nə qoymuşuq? Yaratmamışıq o dəyişəni. Bir dənə baxaq. Username var. Enabled var. Is verified var. Phone verified deyə şey yaratmamışıq.
Aa, bir dənə baxıram. Font verified deyə dəyişən yaratmışıqmı yoxsa yox? Çox maraqlıdır. Niyə yaratmamışam burada? User entity içərisində. Hmm. Okay, olsun da. Bu is verified yox, olsun adı. Font verified yox. Onsuz da məqsədlə yaratmışdım bunu. Və olsun ki, font verified nə göndərməliyəm? True göndərməliyəm. Və repository edirəm, save edirəm nəyi? User. Və nə etməliyəm? Access refresh token generate etməliyəm yenə. String access token. Generate access tokenə yenə user get username və role göndərirəm. Həmçinin refresh tokenə də göndərirəm. Activity service. Generate refresh token. Niyə kömək eləmir? Çox maraqlıdır. User get username. User.get role. Name. Burada yüngülvari konflikt var. Nə ilə əlaqəlidir? Bu list şəklində bizdən role istəyir. List şəklində role istəyir. Bunu hara mənimsədirəm? Bit tokeni göndərirəm. Generate access token, refresh token. Refresh token var. Maraqlıdır. Bunu niyə list eləmişik? Bu list olmamalıdır. Prosto string role kimi verək bunu. Göndərək bura. Onda da bir token də qırılır. Bir token də bizdən role string olaraq istəyir. Okey, belə eləyək də. Yaxşı. Gəl bu qalsın. Mən bunu əldə etmək istəmirəm. Sadəcə bunu silək. Belə. Bu sadəcə olaraq nə edəcəm? Listə göndərəcəm bunu yuxarıdakı kimi. List of role altdan xətt plus role. Belə bir şey təqribi. Və indi məncə normaldır. Access token, refresh token generate elədik və return edirəm aus response-un build-ini. Access token, refresh token, token type mirror, expires yenə eyni şey, username və message var səhv eləmirəmsə, message-ə də deyək ki, phone number successful şəkildə verify oldu. Bir də refresh token generate edən metod yazaq. Deyirəm public aus response refresh token, parametrə refresh token gəlir. Deyirəm ki, if activity servisinin içərisindən tokeni get validate elə. Əgər okey deyilsə, yenə burada custom exception olmalıdır. Illegal argument atıram. Əks halda nə edirəm? Username extract eləyəcəm activity-nin içərisindən. Biz bunun üçün metod yazmışdıq. Ondan sonra rolları götürəcəm. String roles rolları götürürəm. Bu da activity servisinin içində get roles from token yazmışıq. Token içindən rolları götürürəm. Sonra deyirəm ki, əgər roles boşdursa, adamın rolu yoxdursa, o zaman nə ilə? Role user əks halda rolun sıfırıncısını götür. Replace elə role prefixindən. Əslində bu belə olmalıdır, rol yox. Burada onsuz da biz replace edirik rolu. Normalda user kimi saxlayırıq. Sadəcə olaraq burada rolu extract eləyəndə nə edirəm? Rol altdan xətt prefiksi əlavə edirəm bunu. Bir də baxaq. Biraz gecədir, beynim yanıb. Deməli, refresh tokeni
Ekstrakt elədik. Deyir əgər rol empty-dirsə, adamın rolu yoxdursa, o zaman user, okey, əks halda rolsun sıfırıncısını götür, replace elə rolu, xəttin, replace elə rolu altdan xəttinə. Bu belə olmamalıdır. Ki, buna baxarıq indi. Bu kritik deyil, indi baxarıq buna. Demək deyirəm ki, new access token deyirəm. Access token generate edirəm. Sonra refresh token generate edirəm. Bura access token edirəm. Refresh token edirəm. Token type yazıram. Expires in və username. Message də lazımdır. Okey, bir də mən buna baxım gəlirəm. Okey, davam eləyək yoldaşlar. Deməli, bu yadıma düşdü. Burada neyniyəcəyik? Demək, biz bu kod düzdür, yəni düz yazmışıq. Civiti token bilirsiniz ki, role generate ediləndə Spring-in security conventionuna görə role prefiksi belə əlavə olunur. Yəni, məndə əgər user role əlavə edirəmsə, Spring default olaraq bunun əvvəlinə role altdan xətt prefiksi atır. Burada sadəcə olaraq neynəmişəm? Bu rolu ekstrakt eləyəndə cari rolu hardadır? Deməli, bu roles. Bunu ekstrakt eləyəndə buradan bu onsuz da mənə role user kimi qayıdır. Mən məcbur buradan role prefiksini silirəm. Bunu silirəm. Belə saxlayıram. Niyə? Çünki bunu eləməsəm, burada role user kimi qalacaq. Mən təzədən həmin rolu göndərirəm bura. Bu da belə bir şey olacaq. Belə. Olmaması üçün mən burada neynirəm? O role prefiksini buradan silim. Bu belə. House servisdə demək olar ki, yoldaşlar, başqa bir şey yoxdur. Başqa bir şey qalmayıb. Mən bilmirəm sizdən house filter yazmışdımmı yoxsa yox. Okey, house filter də yazmışıq sizdən. Bir dənə summarize eləyək ki, görək bizim nələrimiz qalıb. Demək, Redis config yazmışıq, Rabbit config yazmışıq, security config yazmışıq. DAO-nun içində entitimiz və repozitorimizi yazmışıq. Başqa entity layer dedik. Security-dən Civita house filter yazmışıq, Civita servisi yazmışıq. House service, customer user details service, Civita service, OTP, SMS service bunların hamısını yazmışıq. Bizdə nə qalıb? Controller layer qalıb yoldaşlar. Onun üçün controller layer yəni əlavə edək. Onun üçün bir yana burada controller package-in içində house controller deyə bir dənə controller əlavə edirəm. Press controller, request mapping, API house deyirəm buna. Required constructor, private final house service, private final OTP service, host mapping, register, public response entity, house response, register, valid qoyaq, request body qoyaq. Valid düz yerdən import elədik. Request body qoyaq, register, request, neyniyəcək, return eləyəcək, response entity, resolution exception nədir, response entity. Response entity, nöqtə, okey, house servisin registerini çağırır. Daha sonra nə olacaq yoldaşlar? Ya da bunu kopyalayıram. Bu login olacaq. Bura bir dəfə login request atacağım. Bu da bir dəfə login üçün çağıracaq. Всё. Ondan sonra neynirəm? Ondan sonra çağırıram OTP-ni göndərən. Post mappingdən OTP send public response entity. Yenə yoldaşlar, burada normalda class yaratmalısınız. Burada amma hash map qaytaracam birbaşa. Nə qədər də yaxşı praktika olmasa. Map string.
Send OTP. Demək burada request body-də birbaşa olaraq biz şeyə yazmışıq. Bu səhvdir. Bunun üçün biz OTP request klassı yaratmışdıq. Onu çağırırıq. Buradan servisin OTP metodunu çağırıb telefon nömrəsini göndəririk və mesajə OTP mesajı gəlin biraz daha aydın yazaq. OTP send to belə request'in phone number belə bir şey. Daha sonra OTP-nin verify-ni yazaq. Post mapping-də OTP verify public response entity house response verify OTP yenə valid request body OTP verify request return edirəm verify OTP and generate token. Bunu return edirəm. Daha sonra post mapping-də refresh endpoint-ini yazıram. Refresh. Yenə burada response entity, refresh token. Refresh hardan gələcək? Bu belə yox. Yenə burada class olsaydı daha yaxşı olardı, amma yenə də mən burada HTML üzərindən davam edəcəm. String request. Demək, nə edirəm yoldaşlar? Bu request-in içindən refresh token götürəcəm. Bunun üçün request get refresh token deyirəm. Var refresh token və return response entity. OK, refresh token göndərirəm bura. Başqa bir şeyə ehtiyac yoxdur yoldaşlar. Bir an baxıram görüm nəsə qalıbmı. OK, heç nə qalmır. Prinsip belədir yoldaşlar. Application YAML tərəfdə də konfiglərimizə əslində eləmişik. Burada application YAML-a baxsaq, burada mən sadəcə olaraq nə edəcəm? Bunu sizə göstərməyəcəm. İndi Twilio konsoldan SID-ni, tokeni, from number-ı götürəcəm və bu hissəni bir də göstərməyəcəm sizə. Bir də Docker Compose run eləyəcək. Gələn yəni növbəti videoda bu testing prosesini ümumi həyata keçirəcəyik. Demək, çalışacağıq ki, Nginx Nginx üzərindən demək, AUS servisə sorğu ataq. Nginx-i qaldıracağıq. Ondan sonra book servisi, AUS servisi qaldıracağıq və Nginx üzərindən lokal səviyyədə demək, AUS servisə sorğu atacağıq. Və gələn dəstə run eləyəcəyik application'ımızı və bir də bu formada test eləyəcəyik bir-bir. Bu videoluqsa bu qədər.